Salam, hər vaxtınız xeyir olsun. Bu günləri fonetika sınağı 1-ə baxacağıq. Birinci sual. Ölümsüzlük sözü ilə bağlı yanlış fikirləri bizdən tələb eləyir. Bu söz ölüm, süz, düh şəklində tələffüz olunacaq. Yazılış deyilişi fərqlənir? Bəli. Ahəng qanuna tabedir? Bəli. Yalnız şəkilçi hissəsi fərqli tələffüz olunur? Bəli. Lük şəkilçisi düh şəklində tələffüz olunur. Qarşılığı olmayan 3 samit var. 1. Baxırıq. M samiti, bir də L samiti. 2 samit səs qarşılığı yoxdur. Amma burada yazıb ki, 3 samit səs. Bizim doğru cavabımız olacaq D bəndi. E bəndinə baxıram. Səs və hərfin sayı bərabərdir. Bəli, hər hansı səs artımı və yaxud da səs düşümü baş verməmişdir. Keçirik ikinci suala. Yanlış fikri deyir, müəyyən et. Eyni cinsli qoşa saitli sözlərdə hər zaman fərq yaranmır. Baxın, bura məsələn yazıram maaş sözü, bura yazıram saat sözü. Bu sözlərdə A-ların biri düşür, digərləri uzun tələffüz olunur. Amma mən bura yazsam an, ba, an sözün. Qoşa A var, amma heç bir dəyişiklik olmayacaq. Tutaq ki, dəyişiklik etmək istədiniz. Anban sözü dilimizdə olmadığı üçün A bəndi doğrudur. Keçirəm B bəndinə. Qarşılıq olmayan 5 samit səs var. Bəli. L, M, N, R-nın kar qarşılıqları yoxdur. H-nın isə cingiltili qarşılığı yoxdur. Oldu 5 dənə. B də düzdür. Sonu B-D, G-C ilə bitən bütün sözlərdə fərq yaranır. Xeyr, bütün sözlərdə fərq yaranmır. Məsələn, mən bura yazıram kitab. Bəli. Burada B çevriləcək P olacaq. Amma mən bura yazsam ot, bura yazsam ad, buradakı D-ları biz T-la keçirə bilmərik. Səbəbi isə məna dəyişikliyi baş verəcək. Olacaq ot, olacaq at. Məna dəyişikliyi baş verirsə, B-D, G-C-da kar qarşılıqları çevirə bilmərik. Yanlış variantımız olur C bəndi. D bəndinə baxıram. Burun samitləri ilə uzun tələffüz olunmayan saitlərin sayı eynidir. Burun samitlərimiz hansılardır? M və N. Uzun tələffüz olmayan saitlərimiz hansılardır? I və Ü. Hər ikisinin sayı 2-dir. D da doğrudur. Eyni cinsli qoşa samitli sözlərdə hər zaman fərq yaranmır. Eyni cinsli qoşa samitli sözlərə nümunə olaraq məsələn yazıram. 8. Nə olacaq? İkinci K olacaq G. Amma mən yazıram. Tutaq ki, 50 və yaxud yazıram rəssam. Bunların heç birinə toxunmayacaq. Əli məsələn, L-nın birini düşürdüyü məna dəyişikliyi baş verir. Qaydalarda dəyişiklik edərkən sözün mənası dəyişirsə, o qaydanı o sözə tətbiq etməyəcəyik. Rəssam sözünün S-nın birini silsəm, rəssam sözü mənasızlıq, uyğunsuzluq, məntiqsizlik yaranır. Yəni, qoşa samitli sözlərdə yalnız qoşa K, qoşa P, qoşa T, qoşa Q, bir də əlavə olaraq qoşa Y. Bu 5 dənə qoşalıqda fərq yaranır. Qalan samit qoşalıqlarının hansı qarşınıza çıxırsa çıxsın, heç bir fərq yaranmayacaq. Gəlirik 4-cü suala. Daha doğrusu 3-cü suala. Hansı sözün yazılışı doğrudur? Doğrudur deyir. Akkreditasiya sözündə 2K var. Kar güzarlıq sözündə Ü olmalıdır. Kar güzarlıq. Hökmdar sözündə Ü yoxdur. Hökmdar K-mı yanaşı gəlməlidir. Lisenziya sözündə S yox, Z olmalıydı. Lisenziya. Material sözü isə tamamilə doğrudur. 3 də doğru cavabımız olacaq E bəndi. Gəlirik 4-cü suala. 4-cü sualdan bizdən tələb edir ki, uyğunluq pozulub. Necə pozulub? Sənədi yaxınlaşdırım. Aha, pozulmuşdur. Demək istəyir ki, yazılışı, tələffüzü səhv olsun. Ofsunlamaq, ofsunlamaq tamamilə doğrudur. Panoram, panoram tamamilə doğrudur. Pianino, pianina y artırılıb. Sambo, sambo olduğu kimi qalıb. Doğrudur. Amma podnos yazılır. Burayı yazıram, yəni yazılır.
Padnos isə deyilir. Yəni bunların yerləri dəyişdirilməli idi. E-də uyğunsuzluq var. Doğru cavabımız olacaq E bəndi. Gəlirəm 5-ci suala. Sözsüz ünsiyyət birləşməsinin fonetik təhlilini istəyir. Diqqətli olun. 5-ci suala. 5-ci sualda sözsüz ünsiyyət birləşməsinin fonetik təhlili ilə bağlı doğru fikir istəyir. Birinci tərəf sifətlə ifadə olunub. Sözsüz ünsiyyət necə ünsiyyət? Həqiqətən də sifətlə ifadə olunub. Amma fonetik təhlilə sait, samit, ahəqqanlı, vurğu bu tipli nüanslar daxildir. Sifətlə ifadə olunma daxil deyil. İkinci tərəfdə qarşılığı olmayan samit səs, bəli, ünsiyyət sözündə n samitinin qarşılığı yoxdur. B bəndi bizim doğru cavabımızdır. C-yə baxıram. Ünsiyyət sözünün mənası əlaqə, nitq anlamları daşıyır. Bu fikir doğrudur, amma fonetik təhlillə aidiyyəti yoxdur. Fonetik təhlildə bayaq qeyd etdiyim nüanslar daxildir. Sait, samit, ahəngqanlı, vurğu bu tipli nüanslar. C olmaz. Birinci tərəfdə dodaqlanan saitlər qapalıdır. Birinci tərəfdə Ö və Ü saitləri var. Ü qapalıdır, Ö qapalı deyil. D yanlışdır. Birinci tərəf, birinci növ təyin söz birləşməsidir. Söz birləşməsi olmasının fonetik təhlili aidiyyəti yoxdur. Doğru cavabımız B bəndi. Sonra keçirik 6-cı suala. 6-cı sualda bizdən tələffüz şəkli yanlış olan sözü istəyir. Püst T yazılır, püstdə deyilir, doğrudur. Kontakt yazılır, kontakt deyilir, doğrudur. Kəfkir yazılır, kəfkir deyilir, doğrudur. Alqışlanmaq, alqışlanmaq, doğrudur. Sayıqlayan, sayıqlayan olmalıdır. A çevrilməlidir I-ya. Yanlış variantımız olacaq E bəndi. Sonra keçirik 7-ci suala. 7-ci sualda bizdən tələb edir ki, tələffüz zamanı daha çox fərq yaradan söz. Puçurlamaq, l-r-ya, q-x-ya. 2 fərqli məqam var. B bəndində sönməyən, sönməyən, n-m-ya keçir, ə-i-yə keçir. 2 fərqli məqam var. C bəndi stasi yanar, y samitini artırırıq, o-aya keçir. 2 fərqli məqam. Aidlik sözündə y artırılır, d-t-ya keçir, l-d-ya keçir, ç-x-yə keçir. Aid dix olur. Olur 4 fərqli məqam. Hündür rüx olur. L-r-ya ç-x-ə 2 fərqli məqam. Deməli, ən çox 4, yəni D bəndidir. 8. Baxırıq. Hansı sözün yazılışı yanlışdır, deyilişi düzgündür? Yazılışı düzgün olanları çıxırıq. Yastı daban düzdür. Yeknəsək düzdür. Yüzlərlə düzdür. Vicdanlı düzdür. Amma funikliyor yazılmır. Yazılışı yanlışdır. Şərtdə dediyi kimi deyilişi düzgündür. Tərs olmalıydı yəni. Doğru cavabımız E bəndi. 9-cu sual. Hansı sözü transkripsiya içərisində düşünə bilərik? Yəni hansı sözü tələffüz şəklində verilib? Bunu demək istəyir. Akkreditasiya sözündə kanun biri düşür. Bu demin lüğətində qeyd olunub. İstisna sözlərimizdəndir, yadınızda saxlayın. Seyircər sözünə i artırılır. Sammit sözünə d-t-ya keçir. Meditasiya şəklində olmalıdır. Ümumən yanlışdır. Amma vaxt aşırı yazılır. Vaxt aşırı deyilir. T-d-ya çevrilir. Və bu vaxt aşırı sözün biz tələffüz şəklində doğru kimi götürə bilərik. Doğru cavabımız olur B bəndi. Keçirəm 10-cu suala. 10-cu sualda məndən tələb edir ki, Eyler-Venn diaqramına əsasən doğru fikirlər. Monoqrafiya O-lar A-ya keçir. Şokolad sözündə O A-ya, digər O da A-ya, bir də D T-ya. Tərkibində dodaqlanan sait səs yoxdur. Hər ikisində yoxdur. Artıq O-lar A-ya keçib deyə. Bir ortaq olmalıydı. Çıxdıq biri. A və D getdim. Aha qanunu pozulub. Bəli, monoqrafiyada pozulub, amma şokoladda pozulmayıb. 2 tam yerində işlənib. Deyilişi yazılışı arasında eyni sayda fərq var. Burada 2 fərq var. 2 O A-ya keçib. Burada 3 fərq var. 2 O A-ya keçib, bir də D T-ya keçib. 3 yanlışdır. Tərkibində yalnız eyni qalın sait səs işlənmişdir. Bəli, yalnız A qalın sait işlənmişdir. 4-ü götürürəm. Tərkibində qarşılığı olmayan samit var. Şokolad sözündə L var, monoqrafiya sözündə M-n var. 5 ortada olmalıydı. 6-ya baxıram.
Çar samitlərin sayı daha çoxdur. Monoqrafiya sözündə bir f samiti çardır. Bir dənədir. Şokolad sözündə ş, k və artıq d-da t-ya keçib 3 dənə çar var. Birində 1-dir, birində 3-dür. Təbii ki, 3 daha çoxdur. 6 düz yerində işlənib. 2, 4, 6 doğru cavab B bəndi. Sonra keçirik 11-ci suala. 11-ci sualda bizdən tələb edir ki, uyğunluğu müəyyən edin. Aha. Saitlər küylü ola bilər, yanlışdır. Samitlər küylü ola bilər, avazlı ola bilər. Heca yaradır, bəli. Uzun tələffüz olunmur, elə uzun tələffüz olunan yalnız saitlərdir. Hecanı formalaşdırır, bəli. Saitlər hecanı yaradır, samit də ona kömək edir, formalaşdırır. 4-ü götürürəm.